Allah-u Teala ve Teala'ya sonsuz hamd senalar olsun ve bize dünya nimetini bəxş ve bu dünya nimetinde biz ahiretimizi elde edeceğiz. Ve bu dünyada muhterem kardeşler bize muhtelif nimetleri dattırdı ve bizim xoşbəxtliyimizi de buna bağladı. Aile de bizim xoşbəxt olduğumuz yerlerden biridir. Yani وَمِنْ آيَاتِهِ أَنْ جَعَلَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمُ الْمَوَدَّةَ وَالرَّحْمَةَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ. Onun varlık delillerinden birisi de budur ki size öz nefslerinizden zövcələr xəlq etdi ki sükun tapasınız. Ve aranıza sevgi, məhəbbət koydu. Bunda düşünen toplumlar için ibretler vardır. Muhterem kardeşler, yani insan Allah-u Teala insan olarak yarattı, kadın kısmına, kişi kısmına ayırdı. Ve bunlar arasında da aile diye bir bağ koydu ki xoşbəxt olsunlar, tamamlansınlar, kamilliğe çatsınlar. Yani kadının xoşbəxtliyini kişide, kişinin xoşbəxtliyini de kadında etdi. Bunlar Allah'ın büyük nimetleridir. Həmçinin, mühterem kardeşler, insan için bəxş olunan en önemli nimetlerden biri, qəlbinin meyvəsi, sevgisinin meyvəsi və ciyər parası dediğimiz övladdır. Bəli, övlad o kadar bizde, dilimizde ne var? Baladan şirin şey yoktur. Həqiqətən də bu belədir. Özümüzden aslı olmayarak, fitri təbii olarak biz övladlarımıza bağlanırıq. Ama mesele budur ki, ve bu belə də olacaqdır. Həzrət Ömərdən soruşurlar ki, ya Ömer, biz övladlarımızı sevirik ama bizim sevdiğimiz kadar övladlar bizi sevirler. Deyir ki, çünkü onları biz dünyaya getirmişik. Onlar bizi dünyaya getirmeyirlər. İnsan öz eserini, öz emelini sever, tutkuyla bağlanır. Bəli, möhtərəm kardeşler, bugünkü xutbəmizin mövzusu da övlad tərbiyəsidir. Sadece övladın maddi atası olmak, maddi anası olmak yeterli değildir muhterem kardeşler. Övladlarımıza güzel terbiye vermek, mənəviyyat vermek, onları yetiştirmek, onlar arasında ədaleti gözlemek çok önemlidir. Anasına değer vermek ve de övlada nümunə olmak lazımdır. Muhterem kardeşler, sigaret çeken bir ata övladına sigaret çekme diyebilmez. İçen bir ata övladına içme diyebilmez. Alimler, araştırmalar ortaya koyup ki, uşaqlarda çok güçlü bir təqlid qabiliyyəti var. Uşaqlar sözdən çox gözə inanırlar, əmələ inanırlar. Onlar sizə böyüksünüz diye karşı gəlməyə bilərlər. Amma siz hansı əməllə edirsinizsə, o əməlin arxasıyla gedəcəkdir. Möhtərəm qardaşlar, övladlarımız bizim üçün əmanətdir. Oğlan uşağı da, kız uşağı da. Ona göre xutbənin başında Allah-u Teala dilediğine kız uşağı verir, dilediğine oğlan uşağı verir. Yani bunun büyük bir nimet olduğunu cahiliye toplumuna Allah-u Teala bildirir ki, yani oğlan uşağı kız uşağından, kız uşağı oğlan uşağından üstün değildir. Ama cahiliye döneminde bu mənə dövüşte kömək edecektir, benimle beraber gelecektir. Oğlan uşağını kucakta oturdurardılar, kız uşağını bastırardılar ve yaxud da o tarafta otur deyərlər. Peygamberimiz buna şiddetle karşı değil mi? Kız uşaqlarının cənnətlik olduğunu, kız uşaqlarına güzel terbiye veren, güzel öğlen kimsenin cənnətlik olduğunu söylüyor. İdə bu şirahədün bilunsa zallə vəchuhu musbəddən. Onlardan biri kız uşağıyla müjdeləndiği zaman sifəti qafqarı olur. Böyle şeylere yol vermək olmaz. Uşaqlar arasında seçkintiliği eləmək olmaz. Möhtərəm qardaşlar. Bunlar çok büyük günahlardır. Bakın, Kur'an-ı Kerim'de çok muhteşem hikayeler var evlatlarla bağlı. Mesela ne diyor? İz qalu li Yusufa İz qalu le Yusufu ve ahuhu ahabbu ila abina minna ve nahnu usba inna abana lefi dalalin mubin uktulu Yusufa av itrahuhu ardan yakhlu lakum vechu abikum. Yani bildiğiniz gibi Yusuf kissesi var. Yusuf ve kardeşi Bünyamin Yakubu peygambere diğerlerinden daha sevimli olur. Niye göre daha sevimli olur muhterem kardeşler? Muhterem kardeşler, ailede biz övladlar arasında ədaleti gözləyəcəyik. Ama insanın, indi çoxumuzun evladı var. Hansı evladda öz vəsfini
görürsə, ona daha çox meyil eləyir. Özündən asılı olmayaraq, söhbət təbii olaraq. Görür ki, əgər doktorlursa, görür ki, bunda doktorluq qabiliyyəti varsa, hakimdirsə, görürsə, bunda hakimlik qabiliyyəti varsa, bunun kimi düşünürsə, bunun kimi hərəkətlər eləyirsə, görürsən ki, ata ona meyil eləyir, ana ona meyil eləyir özündə. Uşaq atanın sirridir. İndi, möhtərəm qardaşlar, hamımız dünyaya gəlmişik və hədisdə də buyurulur ki, insan arzudan ibarət. Peyğəmbərimiz nə buyurur? Bir dəfə xətkeş şəkir, deyir ki, bax, insan arzusu. Minlərlə arzusu var, amma ölüm mələyi gəlir, yarıda onu alır, götürür. Hamımız, hərəmiz özümüzü bir yerdə görürük, amma həyat şərtləri bizi məcbur edir ki, bəlli yerdə qalaq. Amma xəyallarımız, arzularımız canlı qalır. Onu övladlarımızda həyata keçirməyə çalışırıq. Və istəyirik ki, bizim arzu və istəklərimiz onda həyata keçir. Həqiqətən də bu yöndə çalışırıq. Bunun doğru tərəfi var, yanlış tərəfi var. Bu başqa məsələdir. Amma əsas məsələ budur ki, möhtərəm qardaşlar, övladlarımızın axirətini qutaraq dursun deyə telefonu verirlər. Telefonda da hər cür şeylər var. Bu uşaqlarda mənəviyyat formalaşmayacaq. Bu uşaqlarda böyüklərə hörmət formalaşmayacaqlar. Uşaqlar robot kimi olacaqdır. Avtobusda görəsən düşünəcək, böyüyə yer vermək lazımmıdır, yoxmudur, böyüyə salam vermək lazımmıdır, nənəmdir, babamdır, gedib ziyarət eləmək lazımmıdır, yoxmudur, düşünə bilməyəcək yəni. Çünki o şeylər yavaş-yavaş ortadan qalxır. Onu görə Nizam, Kəramullahil Məlikil Aziz